Xoş gördük dostlar. Deməli bu günlərim canlıda bişirdim deyə çəkə bilmədim. Şirəli qəşəng kənd çolpası, hardasa 4 aylıqdır. Çolpaları qəşəng kəsdim, yoldum. Sonra altına bol-bol soğan düzürsüz, ondan sonra çolpaları düzürsüz. Burada 2 çolpa var. Çolpa çox körpədir, ikisi 1 kilo gəldi. Sonra çolpaları düzdüm. Yenə üzərinə bol-bol soğan, qəşəng kənd yağı qoydum. Duz istiyor, sarı kök. Əslində bütün ətlərə 1 stəkan su tökülür. Bu körpə çolpa olduğu üçün yarım stəkan su tökdüm və qoydum 1 saat vamxodda pişdi. Çox gözəl, çox nəfis. Mən xəngəl bişirdim, biraz götürdüm üzərinə əlavə elədim. O bir videomda var, baxarsınız, bəyənərsiniz. Bu arada sizə bir şey deyim. Xəngəli süzgəclə götürdüm, suyunu atmadım. Və görürsünüz, suyunu atmadım. Yağda əlavə eləmişəm ki, yapışmasın. Səhər həmin suda qəşəng ərişdələr var, kəsdiyim ərişdələr. Ərişdələri əlavə eləyib, bir də lobya töküb ərişdə bişirəcəm. Yəni xəngəlin suyunu atmayın. Qəşəng bulyon kimidir. Belə, bu da mənim şirəli kənd çolpam, özdə körpə, 4 aylıq cücələrim. Çolpa, cücə yox. Bax belə paylaşdım, siz də bilin. Çox qəşəng pişir. Day, bu şirəli dana, şirəli quzu, şirəli çolpa, toyuğu öyrənəndən mən dayına soğan qovururam, nə bir şey eləyirəm, hamısını üst-üstə yığıram, belə qəşəng pişir. Amma ət olanda mütləq 1 stəkan su tökün. Burada çox körpə idi deyən az tökdüm. Bu qədər. Bilənlər desin ki, bilir, bilməyənlər desin ki, çox sağ ol. Səhifəmi bəyənin ha. Videomu da kayd edin. Paylaşın, qoyun, hamı görsün. Paxıl olmayın. Paxıllıq heç bir şey gətirmir insanlara. Mənim kimi ürək açıq bir qız olun. Bütün mən izləyənlərə buradan təşəkkür edirəm. Sağ olun.